Heç fikir vermisiniz? Otağınızı biraz boş bıraksanız sanki öz-özünə dağılır. Ya da isti bir fincan çay niyə soyuyur, amma soyuq çay durduğu yerdə isinmir. Bu, məktəbdə keçdiyimiz, amma heç vaxt tam mənası ilə başa düşə bilmədiyimiz bir mövzudur. Entropiya. Gəlin bu hər şey niyə dağılır sualına biraz da dərindən baxaq. Bugün sizə gündəlik həyatdan tutmuş kainatın sonuna qədər hər yerə təsir edən entropiyadan danışacağım. Hazırsınızsa başlayaq. Entropiya nədir? Ən sadə dillə desək nizamsızlığın ölçüsü. Bir fincan isti çaya bir qaşıq şəkər atırsınız, əvvəlcə şəkər dibdədir. Hər şey qaydasında. Amma qarışdıranda şəkər hər yerə yayılır. Yəni artıq nizam pozulur. Bu o deməkdir ki, təbiət öz-özünə hər zaman nizamdan nizamsızlığa doğru gedir. Bunu alimlər termodinamikanın ikinci qanunu olaraq adlandırır. Qapalı sistemlərdə entropiya ya artır, ya da olduğu kimi qalır. Amma heç vaxt azalmır. Bir damla mürəkkəbi suya damlatsaq, o mürəkkəb öz-özünə yayılacaq. Amma heç vaxt yığışıb tək bir yerə toplanmayacaq. Çünki yayılmış hal daha ehtimallıdır. Entropiyası daha yüksəkdir. Entropiya təkcə elmi laboratoriyalarda olmur. O mətbəxinizdə, otağınızda, həyatda hər yerdə var. Buz niyə əriyir? Çünki maye hal daha nizamsızdır. Entropiyası daha yüksəkdir. Dəmir niyə paslanır? Çünki dəmir təbiətdəki oksigen və su ilə reaksiyaya girir və elektronlarını itirərək daha sabit, lakin daha nizamsız bir quruluşa çevrilir. Yemək qoxusu niyə bütün evə yayılır? Molekullar sərbəst buraxılır, yəni daha nizamsız hala düşür. Domino daşlarını düşünün. Səliqə ilə düzülüb. Bu aşağı entropiyalı haldır. Birinə toxundunuz və hamısı yıxıldı. Bu isə yüksək entropiyalı haldır. Və maraqlısı odur ki, onları yenidən düzülmüş hala salmaq üçün enerji sərf etməlisiniz. Təbiət özü isə dağılma tərəfə getməyə üstünlük verir. Entropiya yalnız bizə aid deyil, bütün kainata aiddir. Böyük partlayışdan sonra kainat genişlənir və soyuyur. Ulduzlar enerjilərini yayır və sönür. Bəziləri deyir ki, bir gün hər yer bərabər temperaturada olacaq və iş görülə bilməyəcək. Kainat maksimum entropiyasına çatacaq. Və buna kainatın istilik ölümü deyilir. Qorxulu səslənsə də bu sadəcə bir ehtimaldır. Milyardlarla il sonra yaşana bilər. Bəs biz necə yaşayırıq? Axı biz nizamlı varlıqlarıq. Canlı orqanizmlər mürəkkəb quruluşa, funksional hüceyrələrə və dəqiq mexanizmlərə malikdir. Bütün bu nizamı necə qururuq? Entropiya varsa, bütün bu nizam niyə dağılmır? Əslində dağılır. Səbəb budur ki, biz açıq sistemlərik. Yəni xaricdən, günəşdən, havadan, sudan və ən əsası qidadan enerji alırıq. Bu enerjini istifadə edərək hüceyrələrimizdə nizam qururuq. Məsələn, hüceyrə içindəki molekulları düzürük, zülalları sintez edirik və sistemlərimizi bərpa edirik. Amma bunun əvəzində ətrafımıza istilik və tullantı yayırıq. Qidaları parçalayaraq onlardan enerji alırıq, lakin o qidalar özləri əvvəllər nizamlı idi. Biz onları nizamsız hala, karbondioksidə və suya çeviririk. Yəni biz lokal olaraq nizam qururuq, amma ümumi baxımda kainat miqyasında entropiyanı artırırıq. Bu, termodinamikanın ikinci qanunu ilə tam uyğun gəlir. Əgər sistem ətrafına daha çox nizamsızlıq yayırsa, lokal nizam mümkün olur. Başqa sözlə, biz yaşamaq üçün entropiya ilə mübarizə aparırıq. Demək, entropiya sadəcə bir fizika termini deyil. O niyə zamanın geriyə axmadığını, niyə hər şeyin dağıldığını və niyə enerjinin bitdiyini izah edir. Sizcə həyatınızdakı hansı hadisələr entropiyanı izah edir? Şərhlərdə bizimlə bölüşün. Videonu bəyəndinizsə abunə olun və paylaşın. Növbəti videolarda görüşənədək elm və maraqla qalın.